Dünya ilahi əsrar ilə doludur. Əsrar yəni sirlər. Allahın sirləri yer üzərinə əhatə eləyib. Allahın sirləri məxluqatların varlığında, təbiətin hissələrində mövcuddur. Bəzən Allah bu sirlərin bir qismini istəyib açılsın. Açılıb. Deyərlər, kəşf olundu. Kəşf. Bir alim ki, ilahi sirlərdən birini açar, onu Allah istəyər. Ona deyərlər kəşf. Kəşf yəni açdı üstünü. Bir çoxunu da Allah bugün istəmir açılsın sirləri. Bəzi sirlərini açar, istəyər insanlar bilsin. Bəzi sirlərini dostlarına açar, deyər sən bil, başqası bilməsin. O insanlar ki, Allahın xüsusi sirlərini saxlamağa iqtidarları olmaz, Allah onlar üçün heç vaxt sirr açmaz, xüsusi sirləri açmaz. Ustad dedi ki, birini gəldi bir cavanın, bir böyük ariflərdən birinin yanına, dedi, mənə Allahın sirlərindən öyrət. Dedi, sən elə burada qal, biraz ibadət elə. O cavan qaldı, bu alimin, bu arifin yanında bir il namaz, oruz, zikir. Bir ildən sonra bu cavan dedi ki, ağa, mənə heç nə öyrətmədin sən. Dedi, yaxşı. Get filan dağın başında bir mənim abid qardaşım var. Bu məktubu ver ona. Sənə bir şey verəcək. Ona baxmadan, açmadan, baxmadan götür gəl onu mənim yanıma. Sirr onun içindədir. Aha, nə gözəl. Bu dağları aşır, dərələri keçir, gedir, yetişir o abidin yanına. Gətirir, məktubu verir, abid baxır, örtür, qoyur, gedir içəriyə, bir dənə sandıq gətirir bunu üçün, deyir, apar ver. Gətirir. Hey yol gələndə gör bunun içində bir şey dıxırlanır. Allah nədir görəsən burada, bu sir nədir burada, bu sir nədir burada. Açmaq istəyir, ya ustad deyib olmaz. Gəlir, axırıncı təpəni aşacaq, artıq o kənd görsənir, qoyur yerə burada təpənin içərisində. Deyir, birdən birini deyər, birini deməz mənə. Görün burada nə var. Açır içərisində bir dənə balaca sıçan, atlanır sandıqdan qaçır gedir. 30 saat ahmaq ola, getdi. Bir ağ sıçandır. Harada tapacaqsan ağ sıçanı? Gətirir sandığı verir, ustad açır, baxır, örtür. Deyir, oğlum, bir sıçanı saxlaya bilmədin, Allahın bu böyləyində sirlərini saxlamaq istəyirsən. Deyirsən, ariflərə filanları verib, mənə niyə vermir? Mən də gecə namazı qılıram da. Kişi, gecə namazı qılırsan, bir dənə balaca halın dəyişir, səhər bütün kənd bilir. Bir dənə gecə bir yuxu görürsən, hə? Sosial şəbəkədə bütün aləm bilir. Anladınız nə demək istədiyimi? Allah bir şeylər sənə xüsusi veribsə, qalsın burada. Qalsa, dalı gələcək. Qalmasa, elə axırıncı gördüyün olacaq. Bu da məndən sizə bir hədiyyə. Allahın sirləri çox, çox. Bəzən Allah sirlərini açar, böyük alimləri diz üstə gətirər. Təkəbbürlərini sındırar ki, təkəbbürlük eləməyin. Bəzən açan vaxtında hələ alimlər diz üstə oturar, deyər ki, Allah, la iləhə illallah.
Siz baxın, böyük alimlərin əksəriyyətinə Allaha inancılı adamlardılar. Hətta İslamda olmayanlar belə. Xristiyan da olsa, Yahudi da olsa, onların əksəriyyəti Allaha inancılıdırlar. Bəzən Allah sirlərini elə bir şeylərlə açar ki, özü öz halına görə 20 illikdə axtarırdı, bir dənə alma başını düşdü, ona tapdı. Gülməlidir, hə? Allah belə eləyir adamı. Ki, təkəbbürlük eləmə. Bəzən sındırar. Nəsrəddin Tusi qonaq idi bir çobana. Çoban dedi ki, gəl içəridə yat. Dedi, yox, mən bayırda yatacağım. Dedi, yağış yağacaq. Nəsrəddin Tusi, dedi, Xacə Nəsrəddin Tusi, rəsədxana tikib bu kişi. Baxır belə. Deyir, yox, mən bayırda yatacağım. Geçsən yat içəridə. Çoban deyir, gəl, sən oyatma məni, ya durmayacağam. Narahat olma. Gecənin yarısı ildırım çaxdı. Yağış yağır. Nəsrəddin durur, bu nə yağışdır? Havada bu yox idi. Döyür çobanın qapısını. Çoban deyir, dedim sənə də açmayacağam. Dedi ki, açma, bıraxma, bir dənə sualım var, ona cavab ver. Sonra qədəbəh qalamağa razıyam yağışdı. Astı çoban, nə deyirsə? Dedi, mən Xacə Nəsrəddin Tusiyəm. Ay, ağa bağışla. Dedi, yox, o qalsın. Xacə Nəsrəddin Tusi hülakilərin vəziri idi. Elə belə adam dördü ya. Alimliyi ilə bərabər vəzifəsi də var idi. Paqonu da var idi. Dedi, mən bu elmdə bilmədim yağış yağasını. Sən hardan bildin? Dedi, ağa, bunu bilməyə nə var ki? Elə ki, gördüm bu Allahın köpəyi. Girdi hində yatdı, bilginən ki, yağış yağacaq. Çöldə yatdı, bir gün hava yaxşı olacaq. Burada dizini yerə qalxız əllərini görə. İlahi, bu qədər oxudum, bu qədər öyrəndim, amma itin qədər bilmədim. Subhanallah, itin qədər bilə bilmədim. Rəsədxana tikib bu kişi, dünyada ilk. Bəzən Allah sirlərini də açanda, göstərəndə bu cür eləyər. Allahın böyük sirlərindən birisi də zamandır. Hələ də açılmayıb. Hələ də aça bilməyəcəklər. Zaman. Anlada bildim nə demək istədiyimi? Zaman dərk olunmayan bir şeydir. Bəzən toxunublar, bəzən filosoflar yanaşıblar, zaman, nisbi zaman, nisbilik. Einstein götürdü, bir dənə iş gördü. Bir nəzəriyyəsi var, nisbilik nəzəriyyəsi bilirsiniz. Təcrübə, nəzəri təcrübə, iki qardaşdır. 36 yaşları var. Bir qardaş kosmosu səyahət eləyir. Bir gün səyahət eləyir, qayıdır. Qaydanda qardaşının 72 yaşı var. Çıxdın, durdu. Amma burada gedir. Deməli, fizika qanunları var. Zamana daxil, məkan, zaman, surət, bunlar fizika qanunları. Bunlar da səni qocaldan. Bundan çıxdın, qocalmayacaqsan. Orada cənnətdə, cəhənnəmdə adamlar ölməyəcək, yox ölməyəcək. Qocalmayacaq, yox qocalmayacaq, başqa zamandır. İnsanlar bu zamanın üzərində bəzən şəklər ediblər, anlamayıblar. Mübahisələr çoxdur. Məsələn, Allahın böyük sirlərindən birisi onun elmidir. Elmi. Allah elmindən istədiyinə və istədiyi qədəri verər. Ondan artıq verməz. Balığın quyruğunu göstərib başı üçün dava gedir. İnsanlar o elm haqqında məsələn birisi də qəzab, elm, Allahın elmi və insanların qəzabı qədəri. Bunu bir müqayisə eləyək. Məsələn, bu cür diskusiyalar var. Deyirlər, hər şey Allahın elmindədir. Elmi ilə bilir. Bilirsə, deməli, mənim başıma gələn hadisələrdə mən nəyəm? Məcburam. Deməli, bunlar Allahın elmində varsa, burada nəyəm? Mən məcburam. Mən elə mömin olmalıyam, mən kafir olmalıyam, mən cənnətə getməliyəm, mən cəhənnəmə getməliyim, burada məcburam.
Bax, bu məsələlər üzərində İslamdan qabaqda böyük diskussiyalar olub filosofların və yaxud din alimlərinin tərəfindən, İslam alimləri tərəfindən daim diskussiya, bu gün də diskussiyası var. Problem zamanı düşünməməkdir. Biz zamana tabi olan varlıqlarıq, zamana. Allah da zamanın fövqündədir. Zamanı xəlq edəndir. Allah bizim üçün var, keçmiş var, bugün var, indiki var, gələcək var, yaxın gələcək var, bir də uzaq gələcək var. Allah üçün nə keçmiş var, nə gələcək var. Allah zamanı əhatə eləyib. Allah bilir, çünki zamanı əhatə eləyib, sənin sonunu da görür indidən. Allah sənin sonunu görməsi bu demək deyil, səni məcbur edir ki, bu sonluqla olasan. Bu da deyil. Çaşdırmasın səni. Buna çox misallar çəkiblər. Deyiblər, alimlər deyiblər ki, bir nəfər də oturur, bir pəncərəsi var. Pəncərədən baxır, gör ki, karvan keçir. Bir dəvə, iki dəvə, üç dəvə, dəvələri görür, yüklərini görür, baxır. Keçənləri bilir, nə gəlir, nə qədər olacaq, onu bilməz ki, baxdığı qədər bilirdir, tamam. Bir nəfər isə yuxarıdan baxır. Deyir, hələ 15 dənə qalıb. Deyir, bu 15 dənəni görürsə, deməli, bunlar olmalıydı. Yox, onu görürsə də 15 dənə gəlir, görməsə də 15 dənə keçir. Sadəcə o yuxarıdan baxır. Və yaxud insanlar, Allah bizə yuxarıdan baxır. Onun üçün zamanın fövqündən baxdığı üçün bu hadisələri görür. Kimin nə olacağını görür. Kimin xislətində nədir, o xislət onu hara aparacaq, o üzünü hara tutub, hara gedəcək onu bilir Allah. Bəzi oyunlar keçirilir. Görürsən, birinin gözünü bağlayırlar, 5 nəfərdir, baxır, bir oyun keçirilir. Biri sağa getdi, biri sola getdi. İndi bu gözü bağlı gedir, biz gözü bağlı geyirik. Biz əgər gələcəyi görmürüksə, demə neyik? Hə? Gözü bağlıyıq da, ay sağ. Biz gözü bağlı geyirik. Mələyin gözü açıqdır, Allahın gözü açıqdır, baxar. Görür ki, sən quyuya tərəf gedirsən. Quyuya tərəf gedirsən, deyir, bu quyuya düşəcək, bu dərəyə düşəcək, bu təpəyə çıxacaq. Bu o demək deyil ki, mən onu görürəmsə elmimlə, bu mütləq o dərəyə çıxmalıdır. Bəzi insan çevrilir, deyir, bəda oldu. Qəza və bəda. Danışmışıq keçən dəfə bunu. Bəzi insanlar elə bilirlər ki, müəyyən hadisələr, məsələn, tutağım ki, insanın öz başına gələn hadisələr, insanın qəza və qədərini təyin edə bilir. Məsələn, qeybdən danışmaq şirkdir. Düşün ki, filan kəs filan vaxtda öləcək, bu nədir? Şirkdir. Hala qeybdən danışmaz. İndi biri tutub tapancanı başına, deyir, sıxıram. Deyirəm, o başına sıxsa öləcək. Sən qeybdən danışsan, yox. Bilirəm də, bura tutub sıxsa öləcək. Bu elmdir. Bəzən insanların həyat tərzi bugünü, sabahını müəyyən eləyir. Bugünü, gələcəkini müəyyən eləyir. Anlada bildim nə demək istəyirəm? Bəzən qidalar insanın sabahını müəyyən eləyir. Zəhərli bir şey yeyib, bilirsən ki, sabah halini hissədədir. Faydalı şeyi deyəcəksən, bu sağlam olacaq. Bəzi şeyləri biz bilirik, deyirik qeybdir. Bilmədiyimiz qeybdir. Allah isə o zamanın fövqündədir. O elmi yuxarıdandır. Bunların hamısını bilir ki, bu nə olacaq, bu necə olacaq, bu necə olacaq. Bunun da altında nə gələcək, onun arxasında nə gələcək. Bu deməkdir ki, sən məcbur olursan bura, yox, sən iradə sahibisən. Amma Allahın qəza və qədərində həmçinin də hikmət var. Hikmət.
Çünki Allah müdəbbirdir, Rəbdir, idarə eləyir. Bu da var. Əgər desək ki, bir şeylər mütləqdir, onda duanın nə anlamı olar? Qədir gecəsinə yığırdıq, onun nə mənası olar ki, hə? Desək ki, mütləqdir, bu olacaq. Mütləq olacaq. Bu mütləq olacaqsa biz niyə dua edirik ki? Mənası olar duanın. Savabın, günahın mənası olar ya yox? Olmaz. Həzrət Əleyhisselam döyüşə gedirdi. Bir dənə münəccim yapışdı Həzrət Əleyhisselamın atının yüyənindən. Dedi, ya Əmir əl-Mömin, getmə. Dedi, niyə? Dedi, uğursuzdur döyüşçün bu günləri. Getsən, məğlub olacaqsan. Həzrət Əli buyurdu, vay olsun sənə. Əgər ulduzlar bu işləri təyin eləsəydi, savabın və günahın anlamı qalmazdı. Həzrət Əli döyüşə getdi və o döyüşdən qalib gəldi. Bəzən insanlar düşünürlər, qəza və qədər məsələsindən Allahın ədalətində şəkk edirlər. Bu gün laf çoxdur o sözlər. Nə deyirlər? Allah ədalətlidirsə, mərhəmətlidirsə, niyə bu şikəst uşaqları yaradır? Var bu söz. Eşitmişsiniz? Niyə bu şikəst uşaqları yaradır? Allah yaradıcıdır. Belə misal çəkim sizə. Mən bir dənə sənətkaram. Qəlbim var. Qəlbdən bir şeylər hazırlayıram, heykəllər hazırlayıram. İndi bu qəlbi yumaq lazım idi. Qəlbi çıxarandan sonra nə etmək lazımdır? Yumaq, yağlamaq, təmizləmək və yaxud o maye nədir, gips nədir, palçıq nədir, onu yaxşı yığırmaq və s. və s. və s. Düzdürmü? Mən elə qəlbin içərisində çöynək qırıntılar var, o qalıb orada. Yaxşı təmizləmədim onu, qəlbi yaxşı düzəldmədim. Nə elədim? Tezdən töküm. Oradan bir əyri bir şey çıxacaq da. Əyri. Ata ayıq başına gəlməyib xanımının yanına. Anlattım da nə demək istədiyimi. Ana düzgün həyatı yaşamayıb məsələn. Düzgün həyat mən demək istəmirəm, pozğun həyatı. Yox, düzgün həyatdan. Bir dənə rəssəpi alırsan, baxır deyib, bu belə olar, əks göstərici. Hamilələrə olmaz. Bu dərman. Hamiləyə olmaz. Dərman yaxşı şeydir, amma hamiləyə olmaz. Hamilə olan insana bir çox şey olmaz. Hamiləlikdən qabaq bir çox şey olmaz. Fikir vermədi ona. Down xəstələri var. Çoxu stres və qorxudan yaranır. Qorxu, böyük qorxudan görsən ki, dəyişiklik baş verdi. Oldu uşaq şişəsi. Allah nə etsin? Qəlbini pis qoymusan, işi səhv görmüsən. Hətta bəzi hədislər var, indi yeridir, gəlib deyim. Uşaq ana bətininə düşməmişdən öncə müəyyən proseslər ki var, deyir, o proseslərdə danışsa pəltək olar, lal olar. Uzundur bu da, birini dedim də sizə. Bunlar hamısı şərtdir. Filan cürü olsa qatil olar, filan cürü olsa nə bilim kar olar, kör olar. Bunlar var. Bunlar var. Deməli Allah yaradır, amma bu materialı sənin əlinə verib. Sən onu zayi eləyirsən, Allahlıq bir şey yoxdur. Başınıza gələn bütün müsibətlər öz əlinizin səbəbidir, Quran ayəsi. Bəzən Allahın hikməti ilə də bir şeylər olur. Məsələn, Musa əleyhissalam keçdi bir gölün kənarından. Gördü uşaqların hamısı çimir. Biri kördü, oturub elə baxır. Dedi, ilahə və Rəbbim, bu uşağın da gözünü açıqla, bu da geçsin bunlarla çimsin də, ürəyim ağradı buna. Dedi, Musa, mənim hikmətimlə olur hər bir şey. Dua elədi. Peyğəmbər dua elədi, Allah da ləbbeydi, deyib, oldu. Uşağın gözünü açdı, uşaq da atdandı, o gölə çimir, sevinir. Musa aleyhissalam getdi, qaydan zaman gördü bu uşaqların hamısı qan içərisindədir. Hamısı qan içərisindədir.
Baxdı, gördü ki, bu gözü açılan uşaq ki yoxdur. Gedib qamışları itləyib belə, bastırıb yerə. Bu uşaqlar ki, tullanırlar. Hansı tullanır? Başı qamış girir bunun başına. Yarır bunun başına. Dedi, ilahi hikmətindən sorğu sual olunmaz. Bir gün Musa dedi, ilahi ədalətini görmək istəyirəm. Qəza-bu qədərində ədalətini görmək istəyirəm. Dedi, ged otur bir bulağın başında, arxa tərəfdən, səni görən olmasa, izlə. Getdi Musa, izlədi. Gördü bir dənə atlı gəldi. Cavan bir atlıdır. Düşdü bulaqda, əl-üzünü yudu. Su içdi, getdi. Gedəndə bir dənə xurucun qoydu, getdi. Arxasıca bir cavan uşaq gəldi. Baxdı, su içdi, xurucunu gördü, qiymətli şeylər var burada. Götürdü, getdi. Bunun arxası bir kör kişi gəldi, yaşlı kişi, yaşlı, qoca bir kişi. Gəldi, su içdi, bu atlı qayıtdı. Atlı qayıdan kimi, dedi, xurucumu ver, dedi, mən xurucunu zat görməmişim burada. Dedi, necə görməyim? Bu vasitələşdi, burada o kişini öldürdü. Çıxdı, getdi. Dedi, ilah var Rəbbi, mən səndən hikmət gözləyirdim. Sən mənə nə göstərdin? Qatdın, aləm qatışıb burada bir-birinə. Dedi, ya, mənim elmimdə heç nə qarışmayıb bir-birinə. Bu bir anın içərisində baş verdi də. Bəzən bu 50 ili, 60 ili, 100 ili, 200 ili də əhatə eləyə bilir. Bəzən millətlər üçün olur bu, millətlər üçün qayıdacağım ona. Dedi, o atlı ki var idi, o xurucundakı o uşağın haqqı idi, oğurlamışdı onu. Elə elədim ki, o haqqı yesinə çatsın. O qoca kişi ki var idi, bu cavanın atasını öldürmüşdü. Elə elədim ki, oğlunun qisasını, atasının qisasını alsın. Dedi, ilahi hikmətindən sorğu sual olunmaz. Bəzən, bu indi qısa vaxt, bəzən böyük bir şeylər olur, biz yaddan çıxarmışıq onları. Niyə bu insan belədir? Kök nəsə var. İndi bir xalqdır da, işim yoxdur. Monqolistanı bu günlər görürsünüz də ən arxada olan bir. Dünyaya hakim olublar, ha? Dünyaya hakim olublar. Üstüzü, olsun üstüzü. Dünyaya hakim olublar. Bilirsiniz da Monqolların elə deyirlər. Nə var deyirsə, ən zəif, qovumların, millətlərin, şəhərlərin, ölkələrin də qədərləri var. Onların da əcəlləri var. Allah buyurur ki, onların əcəli çatmadan, nə aradan gedər, nə əcəli çatandan sonra yer üzərində qala bilərlər. Hanı Mesopotamiya? Hanı Roma imperatorluğu? Hanı Sovet Şurəvi? Çatdı zamanı gedəcək. İnsanlar da bu cür. Allahın hikmətindən sonra sual olunmaz. Allah işləri hikməti ilə idarə eləyir və qəza bu qədər nədir? Möminçiliyindir sənin. Sənin imanının göstəricisi budur. Sən Allahın qəza bu qədərinə nə desən acı? Boyun əyəsən. Hər işdə Allahın bir hikməti var. Misalları çox, bizim vaxtımız az. Allah and verə izzət-i cəlalına bizi xeyirli qəza və qədəri olanlardan qərar versin. Allah bizi səadət əhlindən qərar versin. Əgər Allah yanında aqibəti xeyirli olanlardan deyiliksə, Allah aqibəti xeyirli olanlardan qərar versin bizi. Allah cənnət qazananlardan qərar versin bizi. Təqvakarlar kimi qiyamətin günündə həşr eləsin bizi.